İki ərəb ölkəsi üst-üzə yeni müharibə təhlükəsi barədə xəbərdarlıq edildi. Kanala abunə olub video bəyənməyi unutmayın. Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanı arasındakı münasibətlərin kəskinləşməsi ölkələr arasında münaqişəyə çevrilə bilər. Sfera az xəbər verir ki, bu barədə Almaniyanın Junge Elt nəşri məlumat yayıb. Məqalədə qeyd olunub ki, Ərəbistan yarımadasında gərginliyin artmasına bəyinin OPEC-dən çıxması səbəb olub. Nəşrin məlumatına görə Əbu-Dabi gələcəkdə daha çox neft satmağı planlaşdırır, lakin özünü əsasən Əl-Riyad tərəfindən müəyyən edilən OPEC kvotaları ilə çox məhdudlaşdırılmış hesab edir. Junge Elt iddia edir ki, və Səudiyyə Ərəbistanı arasında xarici siyasət məsələlərində yenidən mübahisə alovlanıb. Əbu-Dabi İsrail və ABŞ ilə daha sıx tərəfdaşlığa meyil etdiyi halda Əl-Riyad əksinə İranla balansın tapılmasını vacib sayır. Mayın 1-dən etibarən OPEC-dən çıxmaq qərarını elan edib. Onlar bu addımı milli maraqlar və yaxın gələcəkdə dünya bazarlarında yanacağı olan tələbatın artacağı barədə proqnozlarla izah ediblər. Reuters agentliyi baş verənləri ABŞ prezidenti Donald Trumpın qələbəsi adlandırıb. Ekspertlər izah ediblər ki, Əbu-Dabi təşkilat tərəfindən qəbul edilmiş kvotalara əməl etməkdən imtina etmək və bazarı ucuz xammalla dolduraraq qiymət müharibəsi elan etmək qərarına gəlib. Publika az.